Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Gəlin bu günlərdə biraz unutqanlıqdan danışaq. Son zamanlarda adları, tarixləri və gündəlik detalları tez-tez unudursunuz. Yəqin ki, ilk ağlınıza gələn bəlkə də Alzheimer oluram düşüncəsidir. Lakin gəlin bu qorxunu sakit və biraz da məntiqli formada aydınlaşdıraq. Unutqanlıq çoxumuzun yaşlandıqca yaşaya biləcəyi bir prosesdir. Yəni təbii bir prosesdir. Beynimiz də yaşlanır. Lakin bu hər zaman xəstəlik demək deyil. Çox vaxt əgər telefonla danışdığımız zaman fikrimiz dağılırsa, açarı evdə unuduruqsa və yaxud da ki, işığı söndürüb söndürməməyi unutmuşuqsa, bu sadəcə olaraq xroniki yorğunluq, gündəlik stress və yuxu pozğunluğu ilə əlaqəli ola bilər. Yaxşı, bəs Alzheimer və digər demensiya tipli xəstəliklərdə bu özünü necə büruzə verir? Bu adətən yeni bilgiləri öyrənməkdə çətinliklə özünü büruzə verir. Yəni, insan yeni bilgiləri öyrənməkdə çətinlik çəkir. 5 dəqiqə öncə eşitdiyi yeni bir adı yadda saxlamaqda çətinlik çəkir. Təkrarlanan suallar verir və bunun fərqinə varmır. Lakin 20 il öncə olan hadisələri çox gözəl və detalları ilə xatırlaya bilir. Və bu durumu ayırd etmək çox asandır. Xüsusi yaddaş testləri ilə, MRT müayinəsi ilə və bəzi qan testləri ilə bu durum tezliklə aşkarlana bilər. Və ən gözəli odur ki, müasir zamanda bu prosesi yavaşlatmaq və funksionallığı uzun müddət saxlamaq mümkündür. Bunun üçün sadəcə olaraq zamanında mütəxəssisə müraciət etmək lazımdır. Unutmayın, hər unutqanlıq xəstəlik deyil. Amma hər unutqanlıq da keçici deyil. Zamanında həkimə müraciət edərək siz bu durumu ləngidə bilərsiniz. Və yaxud da ki, ciddi unutqanlıqdır, yoxsa yüngül, hansısa bir stres fonunda olan unutqanlığı da aydınlaşdıra bilərsiniz. Mövzu ilə bağlı suallarınızı şərhlər bölməsində verə bilərsiniz. Mütləq şəkildə cavablandırılacaq və daha çox nevroloji xəstəliklər haqqında məlumat almaq istəyirsinizsə kanalıma abunə ola bilərsiniz.